Salam, xoş gördük əziz televiziya tamaşaçıları. Yenə də saatlar əgər 17:10-u göstərirsə və həftənin 5-ci günüdürsə, demək ki, Doğma Dünya TV kanalında Saadətlə Salam Azərbaycan proqramı efirdədir. Bugün sizlərə doğma paytaxt Bakıdan zəngin Azərbaycan musiqisi ilə dolu olan enerjili bir veriliş təqdim eləyəcəyik. Əziz tamaşaçılar, əyləşsiniz ekran qarşısında Salam Azərbaycana baxırsınız. Bugünkü verilişimizin təşkilatı dəstəyi olan və çəkilişlərimizin həyata keçiriləcəyi gözəl restoranlardan, məkanlardan biri olan Amarant restoranına yol alırıq. Cəlilabad rayonunda yerləşən Cəlilabad Multicarət Mərkəzi eviniz üçün ən ucuz və keyfiyyətli, yüksək elegant interyeri özündə əks etdirən zəngin, bol çeşidli məhsulların nömrə 1 ünvanıdır. Ofisinizə, evinizə və digər bütün məkanlara lazım olan bütün inşaat materialları, elektrik məhsulları, həmçinin cibinizə uyğun ən ucuz qiymətlərlə cehizlik aləmi, məişət avadanlıqları və tekstil aləmi, qab-qacaq və çılçıraq aləmi, uşaq aləmi və övladlarınızın vaxtını səmərəli keçməsi üçün uşaq əyləncə mərkəzi, ən əsası, alış-veriş zamanı dincəlmək üçün restoran tipli gözəl bir məkan, Cəlilabadda hamısı bir ünvanda, Cəlilabad Mall Ticarət Mərkəzində. Əziz Cəlilabad və ətraf rayon sakinləri, Cəlilabad Mall Ticarət Mərkəzindən bütün məhsulları tək şəxsiyyət vəsiqəsi ilə zaminsiz kreditlə əldə edə bilərsiniz. Cəlilabad Mall Ticarət Mərkəzi ucuz qiymətləri ilə sevindirir hər kəsə. Əziz izləyicilər, Salam Azərbaycana baxırsınız. Verilişimiz öz axarı ilə davam edir. Bugünkü verilişimiz öncədən də qeyd elədiyim kimi musiqi dolu olacaq və Azərbaycan musiqisindən danışacağıq. Özdəki çox dəyərli sənətkarlarımızla bərabər, hansı ki uzun illər Azərbaycan musiqisinə xidmət etmiş bugün dəyərli qonaqlarımız var. Hər birinizi xoş gördük, salamlayıram. Xoş gəlmisiniz deyirik və istərdim ki, ilk olaraq mən hər zaman televiziyalardan izlədiyiniz, sevə-sevə musiqilərini, ifalarını dinlədiyiniz bizim çox dəyərlimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aysef Zeynallı adına Musiqi Kollecinin və Fikrət Əmirov adına 6 nömrəli 11 illik İncə Sənət Məktəbinin müəlliməsi, həqiqətən də qızıl barmaqları olan sənəti sənətkar kimi sizlərə çatdıran Aygün İbrahim qızı ilə istəyərdim ki, ilk söhbətimizə başlayaq. Xoş gördük, xoş gəlmisiniz. Təşəkkür edirəm Səadət xanım. Hər kəsi salamlayıram. Minnətdaram bizi dəvət eləmisiniz, bu gözəl mövzuya qonaq eləmisiniz. Var olasınız deyirik. Artıq uzun illərdir ki, Azərbaycan musiqisinə xidmət edirsiniz və bir çox televiziyalarda da hər birimiz yəni müxtəlif verilişlərdən sizi izləyirik. Bugün Azərbaycan musiqisindən danışırıq. Azərbaycan musiqisində bugün yəni sizin o keçdiyiniz sənətkarlıq yolunu keçən sənətçilər varmı? Bu davam eləyirmi? Musiqimiz elə əlçatan olub ki, çox savadsız, təhsilsiz, elmsiz musiqiçilər meydana çıxıb, istəyir xanəndələr, istəyir oxuyanlar, istəyir musiqiçilər çoxsu savadsızdır. Yəni yaxşıları var, İraq yaxşılarından, yəni bizim sənətkarlarımız var. Ancaq musiqimiz çox bərbad gündədir. Təsəvvür edin ki, ömrü bir günlük, bir həftəlik olan mahnılar bizim musiqimizi zayə eləyir. Səhər deməli meydana çıxır o mahnı, günorta populyarlaşır, axşam o mahnı ləğv olunur. Bu belə necə musiqi ola bilər? Bax, siz özünüz müəlliməsiz, orada təhsil ocağında fərqi yoxdur. İstər kolleci olsun, istər İncə Sənət Məktəbində olsun. Uşaqların musiqiyə özlərinin mi marağı var? Yoxsa valideyn deyir ki, bugün sən aparam, sən musiqi məktəbində təhsil almalısan? Deməli, mən Aysef Zeynallı adına Musiqi Kollecində tədris edirəm muğamlarımızı. Çox gözəl savadlı müəllimlərimiz işləyir orada. Başda Nazi müəllim olmaqla bütün kollektivi salamlayıram. Təşəkkür edirəm. Orada deməli var. Sizin dediyiniz kimi də uşaqlar var ki, sırf valideynləri tərəfindən məcburiyyət qarşısında qalıb musiqiyə yönəlirlər ki, böyüyəndə, yəni gələcəkdə pul qazanc mənbəyi kimi baxırlar. Amma elə valideynlər də var ki, istəyir ki, evladı təhsil alsın, sırf təhsildə bir musiqiçi olsun. Azərbaycan musiqisinin dərinliyinə qədər öyrənsin, elmli, savadlı olsun musiqi sayəsində. Bəli, bəli, tamamilə razıyam. Mən çağırış edirəm o valideynləri ki, bilirsiniz, sənəti qazanmaq lazımdır. Onsuz da sonra maddiyyat özü gəlir, insan özünü tapır. Birinci sənəti qazanmaq lazımdır, sonra pulu qazanmaq lazımdır.
Sizlə bərabər söhbətimiz davam edəcək. Əziz tamaşaçılar, mən istərdim ki, bugün bizim digər nəğməli qonağımız da var. Onu da təqdim edeyim. Hansı ki, Rusiyada Azərbaycan toylarında Azərbaycan musiqisini, Azərbaycan musiqi dəyərlərini layiqincə oradakı Azərbaycanlılarımıza və digər xalqlara təqdim edən, həmçindəki Azərbaycan toylarından da gözəl tanıdığımız Tünzalə Rzabəylidir. Xoş gəlmisiniz, salamlayırıq sizi. Necəsiniz? Gördük. Çox sağ olun Səadət xanım, təşəkkür eləyirəm. Məni bu gözəl verilişinizə dəvət elədiyiniz üçün. Biz sizi daha çox Rusiya toylarından tanıyırıq. Elə oradan başlayaq ki, daha çox hansı şəhərlərdə fəaliyyət göstərmisiniz? Mən uzun illərdir Rusiya toylarına gedirəm. Daha çox son illər Tümen şəhərində çox olmuşam, amma demək olar ki, çox yerlərdə olmuşam. Yəni Narinsk. Neçə il Rusiyada yaşadınız? 17 il. 17 il. Bəli. Azərbaycana nə zamandır köçmüsünüz? Azərbaycana pandemiyadan sonra. Pandemiyada. Bəli. Yəni 5 ildir təxmini köçmüsünüz. Bəli. Bəli, çox gözəl. Uğurlarınız bol olsun. Ümumiyyətlə bax, bugün müğənnilərin bir çoxunun musiqi təhsili yoxdur. Sizin necə? Musiqi təhsiliniz varmı? Bəli, musiqi təhsilim var. Mən İncəsənət İnstitutunu qurtarmışam. Yəni 95-ci ildən bu sənətdəyəm. Yəni 95-ci ildən toylara gedirsiniz. Bəli, bəli, bəli. Bugün bizim üçün, tamaşaçılar üçün hansı ifanız olacaq? Hansı ifanı təqdim edəcəksiniz? Mən Qədir Qızıl Səsdən gözəl müğənnimiz. Bir dənə gözəl musiqi gələcək. Mən gözlədim, sən gəlmədin. Yollarında bitip kaldım, döngəsindən geçip kaldım, tenha kaldım, yetim kaldım. Ben gözledim, sen gelmedin, gece küstü, ayda battı. Yuxusuna haram qatdı, yüreğimi dərd oyatdı. Mən gözlədim, sən gəlmədin. Gecə küstü, ay da batdı. Yuxusuna haram qatdı. Yüreğimi dərd oyatdı. Mən gözlədim, sən gəlmədin. Elə bildim yoxmuşam mən,
Beni gözledim, sen gelmedin. Gece küstü, ay da battı. Uykusuna haram kattı. Yüreğimi dert oynattı. Ben gözledim, sen gelmedin. Gece küstü, ay da battı. Uykusuna haram kattı. Yüreğimi dert oynattı. Ben gözledim, sen gelmedin. Bilebildim yokmuşam ben, oldu soluyum akmışam ben. Bu yollara yağmışam ben gelmedim. Gözyaşlarım dönüp seni, yüreğime yaktı yine. Gülen oldu diye bile gelmedin. Ümitlerim benim oldu, sevgin meleklerim oldu. Melek alan gemim oldu gelmedi. Bilebildim yokmuşam ben, oldu soluyum akmışam ben. Bu yollara yağmışam ben gelmedim. Gözyaşlarım dönüp seni, yüreğime yaktı yine. Gülen oldu diye bile gelmedin. Ümitlerim benim oldu, sevgin meleklerim oldu. Doğrudan da əbəs yerə söyləməyiblər ki, musiqi ruhun qidasıdır. Çox möhtəşəm mahnı idi. Sizə yenə də söz verəcək gözəl bir ifanız olacaq və bizim digər növbəti qonağımız var, hansı ki, Binəqədi kəndinin bütün demək olar ki, xanım məclislərində, xına məclislərində hər kəsin çox gözəl tanıdığı, illərdir bu sənətə necə deyirlər, canını fəda eləyən, həmçindəki özü musiqi müəlliməsi işləyən bizim çox gözəl sənətkarımız Cəmalə xanım qonağımızdır. Xoş gördük. Mən öncəliklə sizi salamlayıram. Çox sağ olun Səadət xanım. Dəvətinizə görə minnətdaram. Təşəkkür edirəm sizə. Çox sağ olun. Mən istərdim sizi biraz yaxından tanıyaq. Özünüz barədə məlumat verəsiniz. Düzdür, efirlərə çox az hallarda çıxırsınız, amma belə yəni kənd toylarında ən çox da Binəqədi kəndi və Qobu kəndi ərazisində sizi çox tanıyırlar, məşhursunuz. Bir balaca özünüz barədə məlumat verəsiniz. Mən uzun illərdir Binəqədi kəndinin, öz kəndimin toylarını, qadın məclislərini idarə eləyirəm, təşkil eləyirəm. Həm sintezator ifaçısı, həm xına aparıcısı kimi, həmçində Qobu kəndinin toylarını, yəni Binəqədi ətrafı kəndlər, yaxın kəndə, Fatmiyə kəndi, həmçində musiqi müəlliməsi işləyirəm. Harada işləyirsiniz? Arif Məlikov adına 11 saylı 11 illik musiqi məktəbində. Çox gözəl. Bax, xanım məclislərinə gedirsiniz. İndiki məclislərdə, getdiyiniz o xınalarda, qız toylarında adət-ənənələr qorunub saxlanılır? Bəli, bizim kənddə, Binəqədi kəndində, Qob kəndində, Fatmiyə kəndində, Binəqədi ətrafı kəndində, bütün Bakı kəndlərində qədim adət-ənənələrimiz qorunub saxlanır. Toy adətləri, dini adətlər, bayram adətlərimiz, Novruz bayramı, hamısını necə lazımdır keçirdirik. Çox gözəl. Özünüz həm də aparıcısınız. Bugün xına aparıcılarından, hansı ki yetişən o gənc nəsil var, gənc aparıcılar var. Siz illərdir bu sənətdə, yəni fəaliyyət göstərən, artıq belə deyək də sənətkar aparıcı statusunu alan bir aparıcı kimi o aparıcılardan razısınızmı, gənclərdən, yoxsa necə? Bəzən xına ssenarilərində aparıcılar görürsünüz ki, şit bayağı sözlər istifadə eləyirlər. Yəni bu lazım deyil. Lazımdır ki, samballı olaraq xeyir dualar verməyə, ağbirçəklərin sözü ilə xına yaxılmalıdır.
Nuray, xoş gəlmisən. Hər birimizin çox gözəl tanıdığı, son illərdə artıq filmlərə dəvət alan, Azərbaycan mahnılarında öz gözəl imzası olan Nuray Kardaşov, xoş gəlmisən. Çox sağ olun Səadət xanım, hər vaxtınız xeyir. Mən də salamlayıram sizləri, qonaqlarımızı salamlayıram. Həmişə xoş günlər Azərbaycanla olsun demək istəyirəm. Amin, inşallah, amin. Yəni Allah xalqımızı qorusun. Verilişiniz də ki, maşallah olsun, görürəm ki, daima doğru irəliləyir. Keçən dəfə bizdə Balakəndə gördüm sizi. Çox gözəl bir veriliş keçdi. Mən özüm izlədim şəxsən. Çox bəyəndim, çox xoşuma gəldi. Həmişə uğurlarınız bol olsun demək istəyirəm mən də. Çox sağ ol, var ol. Təşəkkürümüzü bildiririk. Rayonlardan bizi izləyən dəyərli izləyicilərimizi də salamlayırıq. Nuray, siz son dövrlərdə, son vaxtlarda, son aylarda daha çox Azərbaycan mahnılarına üstünlük verirsiniz. Bugün də gözəl Azərbaycan musiqiləri olacaq Nurayın ifasında. Qazaxıstana getmişdiniz. Orada necə sizin Hind mahnılarınız onsuz da sevilir. Azərbaycan musiqisini, Azərbaycan mahnısını sizin ifanızda sevdilərmi? Çoxsu toylarda Azərbaycan mahnıları istəyirlər məndən. İnsanları da qınamaq olmur. Kimə nə xoş gəlir, hansı musiqi xoş gəlir, onu oynamaq istəyir toyda. Hər bir insanın özünə görə bir musiqi duyumu var, musiqi dinləmə qabiliyyəti var. Yəni ona görə hər kəsə mən hörmətlə yanaşıram. Biz müğənnilər onsuz da xalqın elə bir ki xalqımıza musiqi ilə xidmət eləyirik, belə deyək də. Yəni xalqımıza işləyirik də musiqi barədə, yəni belə deyək. Repertuarınızda başqa hansı dildə mahnılar var? Rus dilində var, türk dilində var. Основном Azərbaycan dilindədir. Ən çox Azərbaycan dilində mahnılarım çoxdur. Mənim bir mahnım var, Bizim nəğməmiz. O mahnıdan sonra mən tanındım. Gözəlim, sevirəm səni, amandır incitmə məni. Dərdindən olmuşam dəli, almısan sən mənim qəlbimi. Gözəlim, sevirəm səni, amandır incitmə məni. Dərdindən olmuşam dəli, almısan sən mənim qəlbimi. Sensizliyə dözə bilməz bu canım, ümid dolu sənə bağlı hər anım. Sən mənim sevgilimsən ey yarım, ey mənim damarda axan bu qanım. Səni sevdiyimi de necə danım, ay məhəbbətim, ay məhəbbətim. Ki sən mənimləsən, ürəyimdə, könlümdəsən. Yanmayan odun odusan, bitməyən günün sabahısan. Nə yaxşı ki sən mənimləsən, ürəyimdə, könlümdəsən. Yanmayan odun odusan, bitməyən günün sabahısan. Sensizliyə dözə bilməz bu canım, ümid dolu sənə bağlı hər anım. Sən mənim sevgilimsən ey yarım, ey mənim damarda axan bu qanım. Səni sevdiyimi de necə danım, ay məhəbbətim, ay məhəbbətim. Sən mənim sevgilimsən ey yarım, ey mənim damarda axan bu qanım. Səni sevdiyimi de necə danım, ay məhəbbətim, ay məhəbbətim.
Sənətkarlarla çiyin-çiyinə, yəni bizim sənətkar ifaçılarımız da var da. Toylar o demək deyil ki, yəni biz o toylara bayağı yanaşaq. Toy özü bir sənətdir, bunu hamı bilir. Toy özü bir sənətkarlıq, həm də sənət tələb eləyir. Toyda sən o qədər yüzlərlə insanları idarə edirsən, Azərbaycan musiqisini orada sən onlara düzgün şəkildə çatdırmalısan, ifa eləməlisən. Eləcə də aparıcılarımız olsun. Aparıcı da yəni orada öz aparıcılıq qabiliyyətini, aparıcılıq istedadını tam ortaya qoyub, yəni o məclisdə bir peşəkarlıq yaratmalıdır. Amma bunu bacaran yoxdur. Qazanc mənbəyi kimi baxırlar. Amma sizlə bərabər, sənətkarlarla bərabər, yəni hansı ki o toylara gedirsiniz, idarə edirsiniz, orada da belə Yunaslar varmı? Hansı ki 5000 alır, yəni bacarığı yoxdur, savadı yoxdur, gəlir aparıcılıq edir və yaxud da ki sizin kimi sənətkarlar ola-ola orada bəzi musiqiçilər var ki, siz demişkən bir gün, 2 gün içində parlayıblar, gəlir nə qədər pul alır, gedir. İnandırım sizi, Sadə xanım, çox gözəl mövzuya toxunursunuz, ürəyimcə danışırsınız. O qədər haqsızlıqlarla, ədalətsizliklərlə üzləşirik ki, hətta insan öz seçdiyi peşəyə belə ürəyi... Bəli, olur. Dəfələrlə olur ki, şəxsən mən özüm çox peşmançılıq hissi yaşamışam. Ona görə ki, toyda sənət yoxdur. Yəni Azərbaycan musiqisinə, xalq musiqilərinə, bəstəkar mahnılarına qulaq asan yox. Sizcə insanların zövqünün korlanmasında günahkar yəni kimdir? Mən elə gəlir, yəni siz bu sualın cavabını daha çox yaxşı bilirsiniz. Çünki hər gün efirlərdəsiz. Efirlərdə siz kimlərlə bərabər eyni belə yanaşı əyləşirsiniz, eyni masa ətrafında, yəni qonaq olursunuz. Bizdən daha yaxşı bilirsiniz bunları. Birbaşa günah, birbaşa aparıcılardadır. Yəni İraq yaxşı aparıcılardan var, yaxşı aparıcılarımız da var. Çox səviyyəli, səliqəli, dürüst aparıcılarımız var. Aparıcılar təbliğ eləyir.
kəslər mənim yarım ola bilməz. Qışda gülür, yayda qarı, uzun ömrü ola bilməz. Qışda gülür, yayda qarı, uzun ömrü ola bilməz. Ah, uzun ömrü ola bilməz. Uzun ömrü ola bilməz. Ah, uzun ömrü ola bilməz. Tünzalə xanım, təşəkkürümüzü bildiririk. Çox gözəl bir ifaydı. Sizin yaradıcılığınızdan danışaq. Tamaşaçılar da bizdə daha yaxından tanıyaq sizi. Bəli. Mən az müddətdə olsa ASTV kanalında işləmişəm. Ola bilər ki, çox tanınmamışam. Yəni tanınmamışam demək Daha olar. çox toylarda tanınmısınız, efirlərə üstünlük verməmisiniz. Efirlərə, çünki o zaman demək olar Mən deyim nə üçün? Başı qarışıb pul qazanmağa, gedib Rusiyanın şəhərlərinə, heç kimin ayağı dəymədiyi Narıskaya getmisinizsə, o şəhərə gedən qayıtmaq istəmir. Bizim özümüz uzun illər fəaliyyət göstərdik, amma ora müəyyən yeni sənədlər lazım olurdu. Priqlaşeniya ilə getmək lazım olduğu üçün biz gedə bilmədik ora. Amma siz maşallah başınız deyin pul qazanmağa qarışıb. Bəli, bəli. 2005-ci ildə getdim Narinskiyə. Deməli, bir il qaldım orada, sonra gəldim. Nəsə uzun illər Rusiyaya davam elədi getməyim. O yüzden reklam heç, yəni türklər demişkən umurumda olmadı, bəli. Amma indi Azərbaycandasınız, amma həqiqətən də Azərbaycandayıqsa, yəni bura toylara dəvət alırıqsa, reklam çox-çox önəmlidir. Bunu hər kəs bilir, amma düzgün şəkildə reklam olsun. Yəni bayağı şəkildə yox. Sizin yaradıcılığınızda necə? Yeni hansısa bir mahnı, klip nəzərdə tutulurmu, yoxsa üzərində işləyirsiniz? Bəli, bir mahnı üzərində işləyirəm, amma indiki zamanədə biraz, yəni ki, bunu hamı bilir, mən deməsəm də bilirlər. İndi biraz zamanə başqa cürdür. İndi sənətə o qədər də az insanlar var ki, sənətə qiymət verər. Davam edirik Nuray Qardaşovla. Nuray, son yəni aylarda daha çox məşhurlaşdın. Bu belə deyək də deyir o işığın bir daha, ulduz işığı deyir, bir daha üzünə parladı sənin. Filmlərə dəvət alırsan. Hansı filmlərə, necə oldu ki, səni dəvət etdilər? Sərhət xanım, sözün açığı mən özüm aktyorluq fakültəsini bitirmişəm, 4 il oxumuşam, yəni Bakı humanitarı oxumuşam. Bu yaxında bir qısa metrajlı film çəkildi. Azərbaycan Gənclər Fondunun dəstəyi ilə çəkildi film. Rejissor da ki, dostumuz Elçin Çobanzadədir, onu da salamlayıram. Film təqdim də olundu imza binasında deyəsə. Bakı Konqres Mərkəzində, bəli. Bakı Konqres Mərkəzi. Bəli, yüksək səviyyədə Elçin Çobanzadənin filmi, Kainat filmi Bakı Konqres Mərkəzində təqdim olundu və film də çox qəşəng qaldı. Düzdür, qısa Filmdə hansı rola dəvət almışdınız? Mən el oğlunun adamıydım orada. Elə bir ki ətrafa ziyan vuranların elə bir ki qarşısını alırdıq filmdə, rolda. Yəni öz adımdan gedirdim. Filmdəki, yenə təkrar edirəm, rejissoru Elçin Çobanzadədir, onu da salamlayırıq və uğurlar deyirik. Sizə də uğurlar arzu edirik. İnşallah ki, davamlı olar bu. Yəni, həqiqətində istedadın varsa, bu sahədə peşəkarlığın varsa, mənə elə gəlir ki, elə filmlərə də çəkilsə, daha çox uğur qazanarsa, siz ananızla bərabər çalışırsınız. Evet. Mən Kəmalə xanımı buradan gözəl ana, mən onu o qədər çox istəyirəm. Bu yaxınlarda da görüşmüşdük. Salamlayıram, əllərindən öpürəm, Allah can sağlığı versin. Və sən şəxsi həyatın barədə ilk dəfə bizə açıqlama vermişdin. Toy nə vaxtdır? Gözümüz yolda qaldı. İnşallah toy yayda deyək. Yaxın günlərdə olacaq. Yaxın günlərdə olacaq inşallah, bəli. İnşallah. Elə bu yeni mahnımdır, Ay Məhəbbətim, bayaq ifa eləmişdim. Elə onu da öz nişanlıma həsr eləmişəm. Baharımı qış etmisən, məni dərdə tuş etmisən, gözlərimi yaş etmisən, gəlmirsən gülüm niyə? Gözlərimi yaş etmisən, gəlmirsən gülüm niyə? Kəmalə, Kəmalə, Kəmalə yarım bəs niyəsən? Kəmalə yarım gəlməyirsən. Kəmalə, Kəmalə,
niyəsən Kəmalə yarım gəlməyirsən Kəmalə, kəmalə, kəmalə yarım gəlməyirsən Kəmalə yarım gəlməyirsən Cəmalə xanımla dəyərli izləyicilərimiz söhbətlərimiz davam edir. Cəmalə xanım, siz də maşallah həm sintezator ifaçısınız, həm təşkilatçı, həm aparıcı, həm özünüzün xına dekorlarınız var. Maşallah olsun ki, yəni peşəkar kimi, yəni bir çox belə deyək ki, sahələrdə fəaliyyət göstərirsiniz. Bugün getdiyiniz məclislərdə bizim adət-ənənələrimizdən, Azərbaycan musiqisindən danışaq. Yəni ora gələn musiqiçilər fərq yoxdur, müğənni olsun, musiqiçi olsun, nə dərəcədə o musiqini ifa edə bilirlər? Nə dərəcədə çatdıra bilirlər oradakı toy auditoriyasına? Yenə də deyirəm ki, yəni nisbidir. Yaxşıları da var, zəifləri də var. Ancaq əsas odur ki, axır vaxtlar bizim toya gələn insanlarda, cavanlarda zövqləri dəyişilib. Yəni gəlib elə musiqilər sifariş verirlər ki, biz xəcalət çəkirik onu ifa eləməyə. Bundan biz musiqiçilər əziyyət çəkirik. Bizim sevdiyimiz musiqilər Şövkət xanımın, məsəl üçün Emin Sabitoğlu'nun, Ələkbər Tağıyevin gözəl oynaq musiqiləri var ki, indiyə qədər də Tofiq Quliyevin, indiyə qədər onlar hər gün toylarda səslənir. Amma gəlib elə musiqi sifariş verirlər ki, biz xəcalət çəkirik ki, onu ifa eləyək. Yəni bəstəkar mahnılarını, bizim gözəl musiqilərimiz var. Azərbaycan musiqisinə yönəldirəm öz şagirdlərimi də. Həmçinin də imkan olduqca məclislərdə çalışıram ki, o musiqiləri təbliğ eləyək. Çox gözəl. Azərbaycan musiqisini düzgün şəkildə sənəti sənətkar kimi ifa edən, təbliğ edən bütün sənətçi dostlara, sənətkarlara var olsun deyirik. Hər birinizə təşəkkürümüzü bildiririk. Sağ olun ki, gəldiniz bugünkü efirimizə. Maraqlı söhbətlərimiz oldu. Əziz tamaşaçılar, Azərbaycan musiqisi qədim tarixə, qədim əsrlərə söykənən və öz zənginliyi ilə digər xalqların musiqiləri içərisində hər zaman birinci olan, elə incilərdən də ibarət olan, elə muğamlarımız dünyada maşallah olsun ki, musiqilərin şahıdır. Gözəl musiqidir Azərbaycan musiqisi. Çalışaq bərabər hər birimiz Azərbaycan musiqisinin dəyərlərini qiymətləndirək, onları qoruyub saxlayaq. Çünki gələcək nəsillərə Azərbaycan musiqisinin tarixini, özəyini mütləq şəkildə çatdırmaq lazımdır. Salam Azərbaycana baxırsınız. Əziz tamaşaçılar, bugünkü çəkilişlərimizin həyata keçirildiyi bu möhtəşəm məkana, Amarant restoranının rəhbərliyinə və komandasına xüsusi təşəkkürümüzü bildiririk. Təbii ki, bu gözəl məkan hər birinizin özəl günlərinizi keçirə biləcəyiniz və dostlarınızla, yaxınlarınızla, ailənizlə istirahət edə biləcəyiniz ən mükəmməl məkanlardan biridir Bakımızda. Və təbii ki, menyuda da Azərbaycanımızın ən ləziz dadlı təamları sizlərə yüksək dadda, yüksək keyfiyyətdə təqdim olunacaqdır. Bir sözlə Amarant restoranı Bakımızda öz sözünü deyən ən gözəl, ən məşhur və sizin seçiminiz ola biləcək nömrə 1 restoranlardan biridir. Xüsusi təşəkkürümüzü bildiririk.
Əziz tamaşaçılar, Salam Azərbaycandan baxırsınız. Verilişimiz öz axarı ilə Maşdağadan gözəl bir toydan davam eləyir. Bugün bizim çox dəyərli dostumuz, mən həmişə deyirəm ki, bu insana Allah gözəl istedad verib, gözəl bir vergi verib, gözəl sənətkar dostumuz Ağazamanın balası Əbilin kiçik toy məclisidir. Mən də söyləyirəm ki, Əbil, müsəlman dünyasına qədəmlərin xeyirli olsun, uğurlu, bərəkətli olsun. İnşallah ki, həmişə adlı sanlı övladlardan olsun deyirik. Göz aydınlığı verir. Bu gözəl balanın toyu mübarək olsun ayağa. Çox sağ olun Sadət xanım. Mən sizi salamlayıram, xoş gəlmisiniz. Salam Azərbaycan verilişini salamlayıram. Bizim Maşdağa kəndinə xoş gəlmisiniz. Bütün balalara Allah Taala gözəl günlər nəsib etsin inşallah. Allah qoysa böyük toyunda da görüşərik inşallah. Allah sizdən razı olsun. Təşəkkür edirəm sizə. Maşallah, indidən sənin fəxrindir. Yəni yaşı az olmasına baxmayaraq efirlərə çıxır, hər kəs tərəfindən sevilir, gözəl səsi var. Yəni yaradıcılığını davam elətdirirsinizmi? Hansısa bir yeniliklər varmı yenə? Bəli, əlbəttə ki. Yeni mahnılar yazıram olsun. Gələcəkdə kim olmasını istəyirsiniz? Özünüz kimi sənətkar olsun yoxsa? İnşallah. Mənim işim həm oxuyucu, həm aranjman inşallah. Allah qoysun. Bugün toyda sayılıb seçilən sənətçilər də iştirak edirlər. Kimlər var? Bax indi kimlər təbrik söyləyəcək bizim gözəl bala üçün? Məzahir Fikrətoğlu var, mənim dostum, uşaqlıq dostumdur, qardaşımdır. Həm gözəl müğənnidir. Bütün kəndimizin, bütün Bakı kəndlərinin çoxsunun toylarını idarə edir 20 ildən çoxdur. İnşallah o da öz arzularını bildirər, Allah qoysun. Əvvəla xoş gəlmişsiniz. Ağazaman da bizim əzizimizdir, qardaşımızdır. Onun da bu günlər balasının xeyir işidir. Hamımızın xoşbəxtçiliyi inşallah. Böyük toyunu görmək qismət olsun inşallah. Ne deyə bilərik? Çox mübarəkdir. Allah qismət eləsin. Əlimizdən gələni eləyəcəyik bu günlərə. Ağazaman bizim üçün iki cürdür. Həm dostumuzdur, həm də musiqiçidir, həm də bizim əzizimizdir. Yəni iki tərəfli biz yaxınıq bugün Ağazaman qardaşımıza. Qardaşım çox mübarəkdir. Allah xeyir versin. Amin. İnşallah sizin də qapıya həmişə toylara gedək. Gözəl müğənnimiz, xoş gördük Məzahir. Mən istərdim sizin də arzular, xeyir dualar eşitdik. Xoş gəlmisiniz. Həmişə bax belə toylarda görüşək inşallah. Ağazamana Allah xeyir versin. Balasının böyük toyunu görək inşallah. Əbil bala gözəl istedadlı baladır. Yəqin onun oxumaqlarını da eşitmisiniz. Ağazaman da bizim dəyərli qardaşımızdır. Şəmsi qeyd elədi ki, musiqiçi qardaşımızdır, aranjmançı qardaşımızdır. Bir çox müğənnilərin ortaya çıxmağında Ağazamanın böyük əziyyəti olub, əməyi olub. Bugün də biz özümüzə borc bilirik ki, Ağazamanın balasının bu gözəl məclisində əlimizdən gələni əsirgəməyək ki, toyumuz əsl Bakı abo-havası ilə, Bakı gözəlliyi ilə inşallah davam eləsin. Özdəki əziz tamaşaçılar, Bakı toylarının başqa ayrı bir ləzzəti var. Çünki adət-ənənələrimizə söykənən toylardır. Adət-ənənələr, milli mənəvi dəyərlərimiz daha çox Bakı toylarında qorunub saxlanılır. Düzdür? Bax, bugünkü toyda hansı adət-ənənə olacaq? Birinci adət-ənənə mən deyim ki, kişi məclisidir. Bəs ikinci? İnşallah bu günləri bizim adət-ənənələrimizdən biri də əsl musiqi kəndimizdə dinlənəcək. Gözəl sənətkarlar, gözəl musiqiçilər olacaq. O da bizim ənənəmizdir Bakı kəndlərində. Həm də ki, həyət toyudur əziz tamaşaçılar. O rayonda, kənddə bəli, palatka toy olur. Elə Azərbaycan toylarının gözəlliyi odur ki, milli mətbəximizin ləziz təamları da burada həyətdə hazırlanır. Düzdür? İnşallah ki, bu gözəl balanın toyu mübarək olsun. Əziz tamaşaçılar, Maşdağadan gözəl, dəyərli sənətkarlarımızın iştirakı ilə möhtəşəm toyumuz davam edir. Əbil balanın toyundan görüntüləri sizlərə təqdim edirik. Saadətlə Salam Azərbaycana baxırsınız. Əziz izləyicilər, Bakı toylarının ən gözəl adəti pul yazdırmaqdır. Düzdür, toyana bütün toylarda olur, amma restoran ayrı, həyət toyarı. Xoş gördük. Həmişə toylarda görüşək deyirik. Bugün əsas məsələni sizə tapşırıblar. Elə deyilmi? Bəli, məsuliyyətli işdir. Allah mübarək eləsin. Xoş gəlmisiniz bizim kəndimizə. Həmişə belə gözəl məclislərdir. Toylarda siz pul işinə baxırsınız yoxsa? Xeyr. Bu qardaşımızın toyudur, qardaşımızın balasıdır. Allah mübarək eləsin. Pul yazdıranlar var, baxmaq olar. Hələ məclis indi var. Bəli, yavaş-yavaş məclis indi başlayır. İnşallah qonağımızsınız. Çox sağ olun. Təşəkkürlər. Həmişə kəndinizə, ocağınıza toylara gələk. Təbrik eləmək istəyirsiniz? Təbrik edirəm, sağ olsun. Böyük oğlan olsun, o gün olsun böyük toyunda işlər. İnşallah, amin deyirik əziz tamaşaçılar. İnşallah ki, Əbil balamızın müsəlman dünyasına qədəmləri uğurlu, xeyirli olsun, ruzlu, bərəkətli olsun deyirik. Əziz tamaşaçılar, bugünkü Salam Azərbaycan verilişi də bax, beləcə başa çatır. Növbəti həftələrdə verilişimizi izləməyi unutmayın. Bugün isə bu qədər. Sağ olun, hələlik.